Mövzumuz iş üsulları, texnikalardır. Burada deməli nələrdən danışacağıq? Danışacağıq analitik strategiyalar, əməkdaşlıq kommunikasiya strategiyaları və refleksiya strategiyaları. Amma bu gün hələ ki sizə mən analitik strategiyalar, analitik təlim strategiyasından danışacağam. Bunları bir növ başlıq altında qruplaşdırıblar müəllimlər. Amma bunlar şərt deyil də. Qabaqca onu deyim ki, analitikə hansılara aiddir, əzbərliyimə, əməkdaşlığa, kommunikasiyaya hansı aiddir? Ola bilər ki, məsələn, situasiyaya düşər ki, fərqli olar. Yəni analitikə aid olmaz, əməkdaşlığa aid olar. Sadəcə olaraq şərti olaraq qruplaşdırıblar. Yəni bundan məlumatlı olun. İndi gəlin görək ki, ilk öncə sizə analitik təlim haqqında məlumat verim ki, analitik təlim strategiya nədir? Sonra onların üsulları haqqında geniş məlumat verəcəm. Analitik təlim strategiyası nədir müəllimlər? Burada şagird məlumatı hissələrə bölür. Bir növ siz nədir? Saf çürük eləyir. Hissələrə bölür, onların əsas və yaxud da ikinci dərəcəli olub-olmaması və yaxud da ki, nə dərəcədə vacib səviyyədə olmasını qruplaşdırır, sonra oxşar fərqli xüsusiyyətlərini tapır, analitik strategiya, təlim strategiyasında səbəb-nəticə əlaqələrini tapır, fərziyyələri irəli sürür. Yəni, ümumiləşdirirəm, Lori dilindən deyirəm, analitik təlim strategiyasında məlumatı saf çürük eləməkdir. Yəni, hissə-hissələr bölüb, onları analiz edirik. Bir növ belə başa düşün. Sonra, indi hər birini müəllimlər, onun üsulları var analitik təlim strategiyalarının. Adları, məsələn, çox gəlsə də, onları qısa-qısa sizə aydın izahla verəcəm. Yorulmayacaqsınız, narahat olmayın. Başlıqları bunlardır. Başlıqları Venn diaqramıdır, institut üzərində işdir, qızıl dairə modeli, proqnozlaşdırma, əşyalardan qeyri-adi istifadə, əşyalara, hadisələrə müxtəlif nöqteyə nəzərdən yanaşma, SWOT analizi, bu yeni düşübdür, qərarlar ağacı, sinektika, nə olardı əgər, Fryer modeli, klaster, Kipling modeli, Bloom kubu, simulyasiya və rollu oyun. Gəlin indi bunlar haqqında ayrı-ayrılıqda sizə məlumat verim. Deməli müəllimlər, burada nəyimiz var burada? Burada var Eylər Venn diaqramı. Eylər Venn diaqramı əsasən bilirsiniz harda istifadə olunur? Hadisələrin oxşar və fərqli xüsusiyyətlərini müəyyən eləməkdən. Məsələn, burada riyaziyyatın adını çəkir, tək riyaziyyatda yox. Misal üçün, mənim ixtisasım tutaq ki, tarix müəllimidir. Tarix müəllimi olaraq mən Eylər Venn diaqramından istifadə edirəm. Necə istifadə edirəm? Misal üçün, baxın, burada fərqli xüsusiyyətlərdir. Məsələn, 1 yazıram, burada 2 yazıram. 1 və 2-də fərqli xüsusiyyətləri, 3-də də ortaq xüsusiyyət deyəcəm. Misal üçün, mən Heydər Əliyevlə İlham Əliyevin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirirəm. 1-də verirəm Heydər Əliyevi, 2-də verirəm İlham Əliyevi, 3-də də oxşar xüsusiyyətlərini. Bu oldu bizim Eylər Venn diaqramımız. Hadisələrin, şəxslərin, mən şəxs olmasın, hadisə olsun, hadisə olmasın, bitki olsun, əşya olsun, onların oxşar fərqli xüsusiyyətlərini müəyyənləşdirməsin. Yəni, burada 1 və 2 olmaz, 3 olar, 3 hadisə olar, 3 şəxsiyyət olar. Onların Eylər Venn diaqramı ilə oxşar fərqli xüsusiyyətlərini müəyyənləşdirirəm. Bu qədər. Sonra müəllimlər, institut üzərində iş var. İnstitut üzərində iş ingilis dilində case study deməkdir. Yəni, case hadisədə study öyrənməkdir, hadisəni öyrənməkdir. Bunu bilirsiniz, mən bir növ nəyə oxşadıram? Özüm dediktiv əsərləri sevirəm deyə. Bir növ dediktiv, yəni real hadisədən, real həyatı bir hadisəni araşdırmaqdır. İnstitut üzərində iş. Sizə real bir həyatda problem verirlər, hadisə verirlər. Deyirlər ki, onun üzərində araşdırma aparın. Ona görə institut üzərində iş. Case study. Real həyatda problemlər üzərində araşdırmaların aparılmasıdır. Bu şagirddə bir növ problemi həll etməkdir, sonra fikrini əsaslandırmaq, nəticə çıxartmaq, bu kimi xüsusiyyətləri şagirddə formalaşdırır bu institut üzərində iş. Sonra gəlirik nəyə? Qızıl dairə. 3M. Müəllimlər, qızıl dairə ilə bağlı testlərdə düşən suallar deyəcəm sizə. Açar sözlər. Ünsiyyət texnikasıdır. Yadınızda saxlayın. Qoy görün burada harda yazılıb o ünsiyyət texnikası. Ünsiyyət texnikası hansıdır? Qızıl dairədir. Sonra suallar texnikası keçəcəyin o 4M1K sualındadır. Qarışdırmayın. Ünsiyyət texnikası qızıl dairəyə aiddir. Sonra qızıl dairə ilə bağlı nə düşür? Dinləyib anlama gördünüz. Oxuyub anlama bacarının formalaşdırılması əsasən hər zaman çox vaxt qızıl dairə ilə bağlı düşür. Deməli, şagirdlərdə problem həll etmə çoxunda var. Əsas dinləyib anlama, oxuyub anlama bacarının formalaşdırılması götürürük qızıl dairəyə. Düşsə ki, ünsiyyət texnikasıdır, götürürük qızıl dairəyə. Yaxşı müəllimlər, başınızı çox yormuram. Sonra gəlirik proqnozlaşdırma. Proqnozlaşdırma
nədir? Adından göründüyü kimi proqnoz verməkdir müəllimlər. Baxın, adi bir əsasən deyir ki, ədəbiyyat dərslərində istifadə olunur, dil ədəbiyyat dərslərində. Əsəri oxuyursunuz, müəllim oxutdurur sizə, yarımçıq saxlayır. Misal üçün, deyir ki, yarımçıq saxlayır əsəri, deyir ki, Aynur müəllimə, sizcə bu əsərin sonu necə bitəcək? Bir dənə proqnoz verin. Sizdən proqnoz soruşur. Və yaxud da seriala baxırsınız. Siz serialın əvvəlindəsiniz, axırında özünüz üçün bir dənə proqnoz verirsiniz ki, məncə bu serialın axırı belə qurtaracaq. Və yaxud da bir hava proqnozudur. Əvvəlcən proqnoz verir ki, sabah hava necə olacaq. Bu gün durub sabahın havanın proqnozunu verir. Bu olur bizim nə? Proqnozlaşdırma iş üsulumuz. Şagirdlərdə təhlil etmək, məntiqi, yaradıcı təfəkkürdür, dəyərləndirməkdir. Bu kimi bacarıqları inkişaf elətdirir. Sonra proqnozlaşdırma da bu qədər. İndi keçirik növbəti mərhələmizə. İş üsulumuza, növbəti iş üsulumuza. Növbəti iş üsulumuz əşyaların qeyri-adi istifadəsi. Aha, əşyaların qeyri-adi istifadəsi nə deməkdir? Bizə bir neçə məsələn, bir əşya verirlər və yaxud da iki əşya verirlər. Deyirlər ki, sizcə bunu fərqli necə istifadə edə bilərsiniz? Baxın, adi qələmdir. Biz bu qələmi nə üçün istifadə edirik? Yazı yazmaq üçün də, əşyadır da. Amma deyirəm ki, misal üçün deyirəm ki, Günay müəllimə, siz bu qələmdən fərqli necə istifadə edə bilərsiniz? Qeyri-adi olaraq. Günay müəllimə deyir ki, mən bunu saçımı yığmaq üçün istifadə edirəm müəllimə. Görürsünüz, qələmdən fərqli istifadə elədi. Və yaxud da buradakı bir nümunə. Deyir şagirdə qalstuq verirlər. Deyir bu qalstuqdan fərqli necə istifadə? Qalstuq bilir ki, geyim aksesuarıdır. Aksesuardır. Məsələn, deyir ki, sən bundan fərqli necə istifadə edir? Şagird bundan kəmər kimi istifadə edir. Əşyadan fərqli bir əşyanı, lazım olan standart bir əşyanı qeyri-adi fərqli bir iş üçün istifadə edir. Bu da oldu əşyalardan qeyri-adi istifadə forması. Sonra yaradıcı təfəkkür nəyə görə yaradıcı? Çünki uşağın yaradıcı təfəkkürü inkişafa düşür ki, mən fərqli olaraq necə istifadə edə bilərəm. Gəlirik əşyalar, hadisələrin fərqli nöqtə. Əsasən hadisələrə fərqli nöqtəyə nəzərdən yanaşmaq. Bu nə deməkdir? Buradakı bir nümunə var. Məsələn, yağışın yağması. Yağışın yağma bir hadisə, təbii hadisədir müəllimlər. Bu təbii hadisəni hər kəs bir cür yanaşacaq, fərqli qarşılayacaq. Misal üçün, piyada maşını olmayanlar, piyada olanlar, yağış yağdı deyir, ayda, saçım başım ıslandı, əlim ıslandı da. Bu yanaşmadan yəni, yağına görə yaxşı qarşılamayacaq yağışın yağmanı. Taksi sürənlər yaxşı qarşılayacaq. Niyə? Bir fikirləşəcək ki, yağış yağır, taksi minənləri sayaqlayacaq da, bugün evə daha çox çörək apara biləcəm. Onlar sevinirlər yağışın yağmanı. Misal üçün, elə adamlar var ki, məsələn, pozitiv insanlar elə hər zaman yağışın yağmanı, yaxşı sevən insanlar xoş qarşılayırlar. Yaxşı sevirlər, yaxşın yağmağı onlara müsbət enerji verir. Pessimist insanlar üçün elə piyada da olsa, maşın da olsa onlar pis qarşılayır. Yağış yağdı, yer palçıq oldu. Elə pis tərəfini fikirləşirlər. Görürsünüz, hər kəs hadisəyə müxtəlif nöqteyi nəzərdən yanaşdı. Gördünüzmü? Bu da əşyalar və hadisələrə müxtəlif nöqteyə nəzərdən yanaşmaq üsulumuzdur. Sonra gəlirik nəyə? Sonra gəlirik SWOT analizinə. Müəllimlər, SWOT analizi yeni düşübdür. Yeni əlavə olunan iş üsulumuzdur. Bu ingilis dilinin baş hərflərindəndir. Məsələn, strength güclü deməkdir, güclü tərəflər, weakness zəif tərəflər deməkdir, opportunities imkanlar deməkdir, bir də risks var, risklər deməkdir. İngilis dilindən sözlərin baş hərfləri SWOT-dur. Yəni, əvvəllər bu idarəetmədə istifadə olundu, artıq indi bunu həmçində biz təhsildə tətbiq edirik. Məsəl üçün, bir şagird özünün zəif tərəfi, hansı birinci güclü tərəflərindən? Güclü tərəflərim nədir? Güclü tərəf o demək deyil ki, mən hamının bildiyini bilirəm. Yox. Güclü tərəf odur ki, sənin digərlərindən daha çox bilməyin, daha yaxşı bacarmağındır. Güclü tərəf odur. Zəif tərəflərin odur ki, mənim bu sahədə zəif tərəflərim nədir? Bilmədiklərim nədir? Bu bizim zəif tərəflərimizdir. Bir də var imkanlar. İmkanlar odur ki, mən bu sahədə nə kimi imkanlar, şanslar əldə edə bilərəm. Bu oldu imkanlar, əldə edə biləcəyim şanslar bu sahədə. Bir də var nə var? Bir də zəif tərəflər. Hər sahədə zəif tərəflər var. Daha doğrusu risklər var. Risklər və zəif tərəflər. Risklər odur ki, müəllimlərim. Məsələn, bu işdə rəqabət var, risk var. Bu sahədə risklər var, harda risklər eləyə bilərəm. Bunları önləmək, tədbirlər həyata keçirmək və onu
deyim ki, təhsil sahəsində SWOT analizdə əsas olan təlim modellərindən müəllimlər layihə və problem əsasında, ən sonda layihə əsasında tətbiq eləmək daha səmərəlidir. Çünki layihədə uzun bir proses var, uzun bir işə çıxırıq, uzun bir problem üzərində işləyirik. Orada biz zəif, güclü, risklər, imkanlar, şanslar orada daha yaxşı müəyyənləşdirə bilərik orada SWOT analizini, orada yaxşı tətbiq edə bilərik, orada yaxşı səmərəli tətbiq ola bilər SWOT analizi. Aydın oldu SWOT analizi sizə. Sonra müəllimlər, və bu yenidir. Yeni bir iş üsulumuzdur. Bu qədər. Sonra gəlirik növbəti iş üsulumuza. Növbəti iş üsulumuz qərarlar ağacıdır. Qərarlar ağacında müəllimlər nədir? Problem qoyuruq. Qələmimi işə salım. Aha. Qərarlar ağacında çoxunda problem var. İndi gəlin görək problemin gedişatı necə olur da, həlli necə olur. Qərarlar ağacında problem qoyulur. Hər kəs özününlə bağlı fikirlərini irəli sürür. Hər kəs problemi müəyyənləşdirdi. Hər kəs burada beyin həmləsindən istifadə oluna bilər. Hər yollar irəli sürürlər. Və o hər yolları içərisində biz 3 dənəsini seçirik. 3 dənə hər yol seçirik. Bax, hər birindən mən açar sözləri qeyd edirəm sizə. Əlavə sözlər deyib yormuram sizi. Qərarlar ağacında testdə daha çox düşən 3 dənə problem müəyyənləşdiririk. Bu problemi hər kəs bir fikir irəli sürür. O fikirlər arasında üçünü biz seçib müəyyənləşdiririk. Və sonra əli-əliyə gedirik. O üçünün içərisində birini müəyyənləşdiririk, çıxardırıq problemin həlli üçün. Birini seçirik və problemimizi biz hər yolunu tapırıq, müəyyənləşdiririk. Sonra da fikrini əsaslandırmaq, qiymətləndirmək gəlir. Deməli, qərarlar ağacının açar sözləri nə oldu? Problem ortaya qoyulur, hər kəs fikrini irəli sürür. Onlar içərisində əlirik üçün götürürük, 3 dənə fikri. Sonra o üçün də əliyib içindən bir dənə problemin həlli üçün biz istifadə edirik, bir fikri. Bu da oldu bizim qərarlar ağacımız və qərarlar ağacında da beyin həmləsi iş üsulundan da istifadə eləyə bilərik. Sonra gəlirik nəyə? Gəlirik sinektikaya. Sinektika, baxın, adı biraz bu ingilis deyir, Yunan dilindən müxtəlif cinsli elementlərin birləşməsi deməkdir. Müxtəlif cinsli elementlərin birləşməsi. Ümumiyyətlə, müəllim, bilirsiniz də müəllimlər, bu kurikulum xaricdən gəlib deyə çox sözlər bizə yad gəlir. Sinektika, məsələn, çox adam bilmir də. Bu Yunan dilində müxtəlif cinsli elementlərin birləşməsidir. Bunun mahiyyəti nədir? İndi adı mahiyyəti nə qədər düzgün olar, indi özləri bilər. Burada nədir mahiyyəti sinektikada? 2 dənə qrup olur müəllimlər. 2 qrup. Bir qrup problemi irəli sürdü, digər qrup problemi həll edir. Problem üzərində düşünür. Deməli, qrupumuzun biri problemi irəli sürür ki, bu problemlə digər qrup isə problemin həlli üçün yola çıxır. Və problemi irəli sürən şəxs tərəf bu kimi ifadələri edə bilər. Mən istərdim ki, bu məsələnin həlli. Yəni, irəli sürücü problemi həll eləyən tərəfə qarşı problemi irəli sürən qrup. Mən istərdim ki, bu məsələnin həlli bu cür həll olsun. Yəni, bu həll eləmir də, qarşı tərəf həll edir. Bu kimi ifadələrdən çıxış edirlər. Və həmçində şagirdlərdə dinləmə mədəniyyəti inkişaf etdirir. Daha sonra şagirdlərə problemin həllinə yaradıcı yanaşmaq, başqasına fikrinə hörmət, fikrini əsaslandırmaq bacarığı. Bu kimi bacarıqlar inkişaf elətdirir. Sonra gəlir, nə olardı əgər? Nə olardı əgərdə nə var? Müəllimlər, burada mövcud hadisə proseslərin deyirəm olmasaydı nə olardı? Misal üçün, deyir günəş yox olsaydı nə olardı? Günəş olmasın, deyirəm ki, misal üçün, misal gətirim, qış olmasaydı nə olardı? Bu zaman şagirdlərdə düşünmə bacarığı həm yaradıcı, həm tənqidi düşünməyə inkişaf edir, işə düşür. İndiyə kimi onlara verilməyən suallar da bunlar. Gündüz olmasaydı nə olardı? Gecə olmasaydı nə olardı? Qış olmasaydı nə olardı? Bu kimi suallarla şagirdlərdə düşünmə bacarığı, problem həll etmə, tənqidi, yaradıcı təfəkkürləri inkişaf etdirmək olur bu üsullarla. Nə olardı üsulu ilə. Sonrakı iş üsulumuz Freyer modelidir. Müəllimlər, Freyer modeli. Aha, Freyer modeli iş vərəqidir. Söz ehtiyatı yaratmaq üçün istifadə edilən iş vərəqidir. Baxın, bunun iş üsulunu, tətbiqini sizə göstərirəm. 4 hissəyə bölürük. 4 hissəyə bölünmüş belə bir cədvəl var. 4 hissəyə bölünür. Ortaya bir dənə söz yazırıq. Bir dənə, misal üçün, ədəd olmasın, qoşma olsun. Qoşma olmasın, isim olsun.
Onun bir tərəfinə deyirəm ki, uşaqlar, onun izahını yazın. Tərifini verin. Məsələn, ədatın tərifi nədir? Ədat nədir? Bunun izahını yazıram. Digər tərəfinə deyirəm onun sinonimi yazın. İş vərəqində uşaqlara verdiyim iş vərəqidir. Sinonimi yazın, bir də ədatın xüsusiyyətlərini yazın. Digər tərəfinə ədata aid uşaqlar nümunələr yazın. Nümunələr yazdırıram. Digər tərəfinə də ədatın antonimini və yaxud da ona xas olmayan xüsusiyyətləri yazdırıram. Bu da oldu bizim frayerimiz. Yenə deyirəm, ədat olmasın, qoşma olsun. Məsəl üçün, ədat üçün tərif verir, izahat verir. Deyir sözlərin və cümlənin təsir gücünü artırmağa artıran köməkçi diksiyasıdır. Bəli, ədat köməkçi diksiyasıdır. Ədatın indi xarakterini yazır. Ona məsələn, ədət olmaz başqa bir söz olar, onun sinonimi olar, sinonimi yazaram mən ola və yaxud da xarakterini, ədatın mən xarakteri xüsusiyyətini yazaram ki, ədatların mənaca müxtəlif növləri var, qüvvətləndirici, dəqiqləşdirici, məhdudlaşdırıcı və s. ədatlar. Sonra nümunə gətirirəm ədata. Bir tərəfdə. Burada mən nümunə gətirirəm. Ancaq nümunə də ədata. Ancaq sən ona kömək edə bilərsən. Ədat ancaq ədat oldu. Elə mən də belə düşünürəm. Elə nümunə gətirirəm. Elə ədatdır. Sonra xarakterik olmayan xüsusiyyətlərin və yaxud da antonimi deyirəm. Ayrılıqda leksik mənası, leksik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü olmur. Aha, bu da oldu bu da oldu bizim frayer modelimiz. Bir saniyə müəllimlər, səs çox gəlir kənardan, bir saniyə. Davam eləyək. Sonra gəlir müəllimlər, klaster, şaxələndirmə. Klaster də çox qəşəng iş üsuludur, çox qəşəng, yadda qalan. Deməli, klaster adından göründüyü kimi şaxələndirmək. Burada nədir? Mövcud bilikləri aktivləşdirməkdir. Bu nə deməkdir mövcud bilikləri aktivləşdirmək? Bax, ortaya bir dənə söz yazıram. Bax, belə çəkirəm. Misal üçün, bir dənə mən tarixçiyəm, mən tarix şəxsiyyət yazıram. Yazıram, tutaq ki, Heydər Əliyev. Heydər, tutaq ki, Əliyev. Heydər Əliyev yazdım. İndi bunu şaxələndirirəm. Heydər Əliyev haqqında keçdiklərimi aktivləşdirirəm ki, mən Heydər Əliyev haqqında nə öyrənmişdim? Misal üçün, Heydər Əliyevin dövründə nələri baş vermişdi? Bax, deyirəm, tutaq ki, 1993-də hakimiyyətə gəldi, 93-də hakimiyyətə gəlib, sonra 94-də əsr müqaviləsinin onun dövründə imzalanıb, sonra nə deyə bilərəm, 94-də əhalinin sosial müdafiəsi haqqında fond yaradıbdı, sonra 99-98-də məsəl üçün senzura tətbiq edibdi, daha senzuranı ləğv edibdi 98-də. 98-də senzura ləğvidir. Baxın, bildiklərim bir-bir yazıram. Heydər Əliyevin dövründə hansı hadisələr baş verib. Birimi aktivləşdirirəm, bir dənə söz yazdım, onun haqqında məlumatlar verirəm. Heydər Əliyevin dövründə baş verən. 99-da Taknik fondu yaratdı və s. və digər. Gördünüz, klaster nədir? Şaxələndirdim. Şaxələndirmə baş verdi. Ortaya bir dənə söz yazdım. Onun haqqında məlumatlar verdim. Bu oldu bizim klasterimiz şaxələndirmə. Burada fikrin lakonik ifadəsi var, şaxələndirmə. Ümumiləşdirmə aparmaq var. Bunlar hər bir də klasterə aid xüsusiyyətlərdir. Sonra yekunlaşırıq, artıq az qalıb narahat olmayın müəllimlər, narahat olmayın, yekunlaşırıq. Sonra gəlirik nəyə? Gəlirik. 4M1K üsulu. 4M1K üsulda müəllimlər. Bax, qızıl dairədə nə dedim? Qızıl dairədə demişdim ki, ünsiyyət üsuludur. 4M1K üsulu isə qızıl suallar texnikasıdır. Suallar texnikası. Niyə? Çünki burada ancaq sual verilir. 4 dənə N-lə başlayan. Nə vaxt, niyə, necə? Bir dənə Q və H-la başlayan kim, harda? Ona görə 4M1K deyirik. Bu ən çox harda istifadə olunur? Ən çox bu jurnalistikada istifadə olunur. Və yadınızda saxlayın, bu üsulda müəllimlər çalışın sual verəndə onun cavabı elə sual verir ki, bəli və xeyirlə olmasın. Çünki geniş cavab verirsin ki, məsələn, jurnalistikada sual verirsən, bəli, xeyir deməklə sən istədiyini əldə edə biləcəksən, yox. Ona görə daha açıq tipli suallar vermək lazımdır ki, sənə o geniş cavab verə bilsin. Bu da bizim 4M1K üsulumuz. Suallar texnikasıdır, daha çox jurnalistikada istifadə olunur və sual veriləndə açıq tipli verməliyik ki, aldığımız cavablar bəli və xeyirlə yekunlaşmasın. Və bu da 4M1K. Sonra gəlirik nəyə? Gəlirik Bloom kubu. Bloom kubudan sonra simulyasiyada yekunlaşırıq. Narahat olmayın. Gəlirik Bloom kubuna. Bloom kubunda nədir? Adından göründüyü kimi Bloom'un adı keçir. Burada görürsünüzmü? Bloom idrak taksonomasını keçmişdik də. Burada müəllimlər, kub. Bloom'un adı var, kubu da var. Bəli, Bloom da var, kubu da var. Bildiyiniz kubdur.
Kubun 6 tərəfi var. 6 tərəf. Bir tərəfinə adlandır yazır, bir tərəfinə niyə, daha çox izah et yazılır. Bir tərəfində tətbiq etmək var, bir tərəfində nə üçün, bir tərəfində özünü ifadə et, bir tərəfində yenisini yarat. Kubun hər tərəfinə, alt tərəfinə sözlər yazılıb. Baxın bunlar. Kubu atırıq, bir tərəfdə düşdük, tutaq ki, adlandır. Mən şagirdə, müəllim olaraq, şagirdə adlandır odur ki, xatırlama mərhələsinə uyğun olaraq suallar verirəm. Oyun kimidir bir növ bu üsul. İstifadə edirəm. Kub atıram, bir tərəfinə tutaq ki, düşən tərəf oldu adlandırmaq. Şagirdə xatırlaya biləcəyi bir sual verirəm. Misal üçün, verəcəyim sual tarixi bir sual olsun. Sualı verim ki, İlham Əliyevə hakimiyyətə gəldi. Uşaq xatırlayıb deyəcək, adlandır hissəsi ilə bağlı. Xatırlama mərhələsi ilə. Sonra izah et mərhələsi. Misal üçün, kubu atdım, düşən tərəf izah et yazılıb. Onunla bağlı. Onunla bağlı verəcəyim sual şagirdə anlama mərhələsini inkişaf etdirəcək bir sual olmalıdır. Uşaq anlasın. Məsələn, deyim ki, nümunələr gətir. Məsələn, deyim ki, ismi öyrənmirsə, ismə bağlı nümunələr gətir. Nümunələr gətir. Bu izah etmə mərhələsi ilə bağlıdır. Sonra kubun düşdü tətbiq etmə, atdım, kubun düşdü tətbiq etmə mərhələsi. Deyirəm ki, gəl filan məsələni lövhədə tətbiq elə. Yaz, tətbiq elə. Bu filan misalı lövhədə yaz. Bu tətbiq etmə mərhələsi də bulumun idrak taksonomiyasının tətbiq etmə mərhələsi ilə bağlı olur. Sonra nə üçün? Nə üçün deyilsə, arqumentlərlə əsaslandırırıq fikrimizi, faktlar əsaslandırırıq. Birini önə çəkirik. Bu da görürsünüz hansına uyğun gəlir müəllimə? Birini önə çəkmək, fikrimizi faktlarla əsaslandırmaq. Bəli, təhlil arqument nə üçün də? Təhlil etmə mərhələsinə uyğun gəlir. Sonra kuba atdım, düşdü, özünü ifadə et. Özünü ifadə et də müzakirələrə sürmək, öz yanaşmasını bildirmək, özünü ifadə etmək, dəyərləndirmə mərhələsindən doğrudur, müəllimlər uyğun gəlir. Sonra yenisini yarat da, adından göründüyü kimi də yaratma mərhələsinə uyğun gəlir. Bu da oldu, bəli, 6 mərhələsi. Bu da oldu bizim bulum kubu iş üsulumuz. Bulum kubu iş üsulumuz. 6 tərəf oldu. Tərəflərin də izahatını verdim. Sonra gəlirik yekunda simulyasiya və rollu oyunlar. Adından göründüyü kimi burada oyun var. Müəllimlər, oyun var. Necə yəni oyun var? Baxın, hər əsərdir, misal üçün, ədəbiyyat dərsində, o ədəbiyyat olmasın, fizika dərsi olsun, fizika dərsində deyirəm uşaqlar, gəlin, tutaq ki, Newtondan hər hansı bir alimi canlandırın. Rollu oyun, onun roluna girirsən, canlandırırsan. Bir oyun ərsəyə gətirirsən. Simulyasiyada da oyun var, oyun canlandırırsan. Bunların fərqi nədir? İndi sizə onu izah edəcəm. Rollu oyunla simulyasiyanın fərqi nədir? Rollu oyunda siz başqasını canlandırırsınız. Başqasını olduğu ki, məsələn, Şah Abbas, deyirəm ki, uşaqlar, tarixçiyəm, deyirəm uşaqlar, gəlin, tarix əsərdir, Şah Abbasın islahatlarını keçmişəm, Şah Abbasın mövzusunu keçirəm, mövzusunda, deyirəm, gəlin, Şah Abbası canlandır. Sən Şah Abbası necə var, olduğu kimi canlandırırsan. Amma simulyasiyada sən Şah Abbası canlandırsan da özün olaraq canlandırırsan. Məsəl üçün, belə sual verir deyə, sən Şah Abbasın yerində olsaydın, bax ki, hansı islahatları keçirərdin, idarəetməni necə eləyərdin? Sən artıq özün olaraq, tutaq ki, sən Aynur olaraq Şah Abbası canlandırırsan. Aynurun strategiyasından gedirsən, Şah Abbasın strategiyasından getmirsən. Aydın oldu, simulyasiya nədir? Rollu oyunda birəbir başqasını olduğu kimi canlandırdın. Şah Abbas, misal üçün, necə bir şəxsiyyətdir olduğu kimi. Amma simulyasiya Şah Abbası sən tutaq ki, İbrahim olaraq, özün olaraq canlandırırsan. Ya da oyun var, amma özün olaraq canlandırırsan. Bu da oldu bizim simulyasiya. Bir də var müəllimlər, bir də təlim simulyasiyası var. Təlim simulyasiyasında dərs prosesində olur. Misal üçün, müəllim deyir ki, sinifdə dərs keçir. Biz o vaxtda məktəbdə bunu tətbiq edirdik. Məsələn, dərs keçir, deyir ki, müəllim uşaqlara deyir ki, əsasən yaxşı oxuyan uşaqlardan seçilirdi. Deyirəm ki, tutaq ki, ay Səbinə, gəl, sən bugün müəllim olacaqsan. Sən mənim yerimdə ol, keç müəllim uşaqlara, mövzumuz tutaq ki, olsun. Hansı mövzu olsun? Mövzumuz olsun ki, Azərbaycan yeni milliyin başlanğıcında, bu mövzunu sən uşaqlarla keç. Səbinə özü olaraq müəllimdir, amma özü, mən tutaq rəsmiyyə müəllimiyəm. Rəsmiyyə müəllimin xarakterini yox, öz xarakterində olaraq bir müəllim obrazı canlandırır və həmin mövzunu təlimdə, dərs prosesində uşaqlara keç. Bu da oldu bizim təlim simulyasiyası. Bu qədər müəllimlər, vəssalam.